Görürsünüz, baxın qızlar necə gözəldir. Rəngi, qalınlığı, uzunluğu, yəni məncə mənə çox yaraşdı. Əgər siz də mənim kimi istəyirsinizsə belə qəşəng saçlarınız olsun, əgər keyfiyyətli saç axtarırsınızsa, mütləq Doğal Saç Bakuya gəlirsiniz və buradakı saçlardan alırsınız. Dediyim kimi evdar xanımlara və iş xanımlarına kreditlə saçlar verilir. Münasib qiymətə 100 qramı 200 manatdır. Mənim adımdan gələnlərdə ekstra endirim olacaq. Belə saçlarımız da var. Görün, əsil blond, çox gözəldir. Mənə düzdür, bu rəngi yaraşmır, amma məncə yaraşan xanımlar var. Bu rəngi yaraşın. Məsələn, mənim mamama bu rəng çox qəşəng yaraşır. Mamma da demişəm, dedi ki, qaynaq elətdirəndə mütləq gəlib buradan alacağam. Hər yerdə baha qoyurlar da saç qiymətlərini qızlar, özü keyfiyyətsiz saçları. Gəlin Doğal Saç Bakudan alın, belə gözəl saçlar, baxın. Yəni göz önündədir də, özünüz görürsünüz. Belə qəşəng saçlar alın. 100 qramı 200 manatdır. Belə kampaniya, belə keyfiyyət, belə qiymət heç bir yerdə yoxdur. Baxın, buradakı saçları da belə göstərim sizə. Baxın, qızlar necə gözəldir. Uzunluğu 1 metrə qədər saçlar var. Mən həmişə 75-80 sm istifadə edirəm. Rənglərinə falan baxın. Hər rəngdə, uzunluqda, hər buruq və ya düz istədiyiniz kimi saçları buradan tapa bilərsiniz. Bu da mənim gözəl saçlarımdır. Bu rəngi də bu arada heç yerdə tapmaq olmur. Özünüz bilirsiniz də, çox gözəl və çətin tapılan bir rəngdir. Hər dəfə məndən qızlar soruşurlar, izləyicilər ki, saçınız hardandır, saçınız hardandır, bu saç rəngini necə eləmək olar? Baxın, gəlirsiniz Doğal Saç Bakudan alırsınız və belə gözəl saçlarınız olur. Təşəkkürlər Doğal Saç Baku. Mənim adımdan gəlib Doğal Saç Bakudan həm saç alıb, həm də burada saç yığdıran xanımlara 20% endirim olacaq. Möhtəşəm bir kampaniyadır. Mütləq bunu qaçırmayın. Dediyim kimi, baxın, gəlirsiniz mənim adımdan bu saçlardan alırsınız. Həm də Doğal Saç Bakuda bu qəşəng saçları yığdırırsınız və mənim adımdan bunu sadəcə deyirsiniz ki, Ayşə Şükürün adından, Ayşə Şükürün səhifəsindən gəlmişik. 20% endirim qazanırsınız. Mütləq, amma mütləq bu fürsətdən yararlanın.